İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əsas məqsədlərindən biri innovasiya ekosisteminin inkişafıdır. Həmin ekosistem bir neçə segmentlərə bölünür və bugün oyun sənayesi həmin segmentlərin ən tez inkişaf olunan segmentlərdən biridir. Son dövrdə ölkəmizdə bir çox yeni oyun studiyalar yaradılıb. Bunu nəzərə alaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Xsola ilə əməkdaşlığa başlayıb. Həmin əməkdaşlığın ilk addımı olaraq inkubasiya proqramına start verdi. Qeydiyyat zamanı da gördük ki, bu proqrama çox böyük maraq var. Seçim mərhələsi başa çatdı və ən perspektivli 10 oyun studiyası proqrama qəbul olundu. Fikrimcə, bu yerli oyun studiyaları üçün əla bir fürsətdir. Onlar beynəlxalq təcrübəni öyrənərək qlobal bazara çıxmaq imkanı əldə edəcəklər. Bütün iştirakçılara uğurlar arzulayırıq. Gaming ecosystem as emerging here in Azerbaijan with support from the local government to grow the studios there. And what we're here to do is help them as businesses to be able to take that creativity, passion and skill that the studios have and turn that into successful businesses that can be globally successful in the gaming industry. Baku is geographically well positioned for it to be the center of Xsola's operations in the region and throughout Asia as well. Çok vacip bir addım ki, Xsola şirkəti regional ofis Azərbaycanda açıb və bu il ərzində biz həm də Xsola Starnets'la birlikdə bizim partnyorumuzla Xsola Akademiya açılmasını planlaşdırırlar. Bunun əsas məqsədi olacaq ki, biz yerli studiyaları dəstəkləyək və onları gücləndirək dizayn, texnologiya üzərində və əsas biznes üzərində. Çünki hər bir studiyanın, hər bir oyunun son məqsədi olmalıdır ki, beynəlxalq bazarına çıxsınlar və o həmən oyunun monetizasiyasını daha da uğurlu keçsin. Ona görə bizim mentorlarımız həm inkubasiya proqramında, həm akademiyada həmən bu proseslər üzərində təlimləri verəcək və öz biliklərlə, iştirakçılarla bölüşəcəklər. And we're here today kicking off the first global incubator in Baku, Azerbaijan. We've selected 10 amazing teams out of an application of over 40 applications, and they're going to be coming here participating in a hybrid incubator. That means that we're going to be having in-person kickoffs such as today, as well as a graduation coming in 3 months, where we're going to be selecting the top 3 winners of the incubator. During the program, the teams are going to be having access to over 40 veterans of the games industry, global experts who are going to be supporting them through recorded videos on various topics. The focus of the incubator is to help the teams develop their business in the games industry and become successful with the games that they are pursuing, which is going to be improving, of course, the industry in Baku, Azerbaijan. Bu proqrama solo tərtibatçı olaraq qatılmışam və mənim üçün çox böyük qürurverici bir hadisədir ki, biomas oyununu mən tək ərsəyə gətirirəm. Bu oyunun bütün texniki, yaradıcı, art, bütün aspektlərini tək həyata keçirirəm və böyük bir ümidlə bu proqramdan geri dönüşlər gözləyirəm.